Mənim Azərsunla problemim yaranıb. 150 manat mənə borc yazı var. Mağazaya satılası bir şey deyil ki, mən öz başına alam gətirəm bunu dəyişəm. Abşeron rayon Xırdalan şəhərində yaşayıram. Mehdi Hüseynzadə küçəsində ev A1, mənzil 35-ci 6-cı mərtəbədə yaşayıram. Mənim Azərsunla problemim yaranıb. Mən ödənişimi etdiyim halda ayba-ay məndən 350 manat borc yazı var. Bununla bağlı mən Azərsunun baş ofisinə, qaynar xəttinə zəng eləyirəm. Məni oradan yönəldilər Xırdalanın su idarəsinə. Və mən ora gedirəm, problemi izah eləyirəm və sistemdə də onlar da təsdiq eləyirlər ki, mən ay-ay ödənişimi etdiyim halda, mənə 350 manat dediklərinə görə rəqəm səhvli olub və 350 manat mənə borc yazı var. Mən dəfələrlə qaynar xəttdə də zəng eləyirəm, Xırdalan su idarəsində gedirəm və onunla bağlı məsələyə baxılmır. Çox xahiş edirəm, bununla bağlı mənə bir dəstək olsun. Bəlkə mənim kimi Xırdalanda nə qədər belə bir sakinlər var. 350 manat mənə borc yazılıb mart ayında. Baxın, 20 manat ödəniş etmişəm Azərsuya. Sonuncu ödənişim may ayının 4-ü. 30 az yeni ödəniş eləmişəm. Mən hal-hazırda bax qaynar xəttə sizin yanınıza yığıram. Azərsunun qaynar xətti 955. Baxın zəhmət olmasa qaynar xəttlərinə də yığıram. Buyurun. Salam xanım, sizi Xırdalandan narahat eləyirəm. Tamam. Mehdi Hüseynzadə küçəsi. Verin. Bizim su problemimiz var. Dəfələrlə sizə də yığmışıq. Zeynalova Leyla. Borcla bağlı. Bəli, borcla bağlı. Hansı ki mənə məlumat verilir ki, texniki səhv olunub və orada bizə səhvən 350 manat borc yazılıb və siz məni dəfələrlə yönəltmisiniz Xırdalanın su idarəsinə. Mən dəfələrlə getmişəm, gəlmişəm, bu məsələyə baxılmır. Halbuki siz də dəfələrlə təsdiq eləmisiniz və ay biz vaxtı-vaxtına ödənişimizi etdiyimiz halda bizə 350 manat borc yazdı. Mən onun səbəbini bilmək istəyirəm ki, hansı səbəbdə? Yəni bir aya bu qədəmi mən evdə yaşayıram. Yəni mən mağaza işlətmirəm. Onu Abşeron su idarəsi araşdırmalıdır. Bildim də, onlar araşdırmırlar axı mənə məlumat vermirlər. Araşdırmalar yerdə şikayət çatdırır. Bilirsiniz ki, bu günlərdə qeyri-iş günlərdir də, yəni. Bildim də, mən dəfələrlə deyirəm axı, dəfələrlə sizə yığıram, siz məni yönəldirsiniz, gedirəm ora. Siz dəfələrlə baxırsınız, mən neçə dəfə şikayət eləmişəm, qaynar xəttə zəng eləmişəm. Zəngin çayla deyil ki, növbə ilə baxılıb cavab veriləcək. Bildim də, mənə cavab mən hər dəfə gedirəm, mənə ora cavab vermirlər. Mən plus mənə orada deyirlər ki, sizin sayğac kodu ilə bizim sistemdə göstərilən sayğac kodu da tamamilə fərqlidir. Mən neyim, o mənim problemimdir. Sayğac kodu fərqlidirsə, gəlib dəyişmə Azərsunun problemidir, mənim problemim deyil ki, xanım. Bu mağazaya satılası bir şey deyil ki, mən öz başına alam gətirəm bunu dəyişəm. Ötürdü şikayətinizi, yenə də bildirəcək. Mən sonuncu dəfə mən sizə zəng eləyəndə siz məni yönəltdiniz, getdim ora. Orada mənə qeyri-qanuni deyirlər ki, 350 manat gətirin bizə ödəniş eləyin. Biz sizin orada şoçki dəyişəcəz və sayğac kodu da dəyişəcək. Niyə ki mən halbuki mən vaxtı-vaxtında ödənişimi etdiyim halda nəyə görə mən boş-boşuna 350 manat hansı texniki səhv olub, rəqəm səhvliyi olub deyənə 350 manat borc yazıb. Niyə mən onu ödəməliyəm ki? Sizin sistemdə də göstərir. Siz 2026-cı il girəndən yanvar, fevral ayları tarixi gününə qədər mən sizə deyə bilərəm. Baxa bilərsiniz ki, sizin sisteminizdə də göstərir ki, mən ay-ba-ay vaxtında mən ödənişimi etmişəm. Ötürdüm şikayətinizi, yenə də aidiyyəti şöbələrə bildirəcək. Mən dəfələrlə axı yığıram sizə, siz hər dəfə eyni bir şey deyirsiniz və niyə yoxlamaya gəlmirlər? Yenə də ötürəcək şikayətinizi, qeydiyyata aldım bir daha. Baxın, gördüyünüz kimi. Yəni, bax, hər dəfə mənə eyni sözlər deyilir, baxılacaq. Yəni, bir nəfər nümayəndə yollamırlar ki, gəlsən bizim bu şoçka baxış keçirsinlər. 350 manat borc yazılıb. Və bizə gəlirlər, şoçka çekdə vermirlər bizə. Biz bilmirik ki, sonuncu ayda olan borcumuz nədir. Hər dəfə eyni şeylər. Bax, sizin yanınıza yığdım dəfələrlə.